dediği prognozlar addım baş tuttu. İçində pis olanları da var idi və gününə qədər həmin hadisələr baş verdi. İnanmazdım. İşlərim alınmırdı. Peyman müəllim dedi ki, uğursuzluq var, mən sənə köməklik edəcəm, işin düzəlsin. Müəyyən vasitələrdən istifadə etdi və sözün açığını deyin bəhrəsini də gördüm. Cadunun bir əşyaya olunduğunu və həmin əşyanın da mənə hədiyyə olunduğunu söylədi. Xatırladım. Peyman müəllimin vasitəsilə düzəlib, hər şey yaxşıdır. Biznesim çökmüşdü. Dostlarımın sayəsində Peyman müəllimlə tanış oldum. Başa saldı ki, sən öz ortağın bu vəziyyətə qoyub. Peyman müəllim mənə çox köməklik elədi. Onun sayəsində biznesimi geri qaytardım. Ekstrasensliyə, hansı bir fövqəli qüvvəyə həmişə inanmışam. Əslində biz Peymanla planlaşdırılmamış bir tanışlığımız oldu. Söhbət bizim o ilk görüşümüzdən və aldığım təəssüratdan gedir. Görüş baş tutdu və işgüzar bir söhbət oldu, maraq bürüdü. Birinci plana Peymanın deyəcəklərini qoydum ki, təbii ki, özümlə bağlı suallar verdim. Elə birinci, ikinci cümlələrdən elə faktları sıraladı ki, mən dəqiq sizə əmin edirəm ki, o bunları heç yandan bilə bilməzdi. Hətta elə şey vardı ki, ancaq mən bilirdim. İkinci şəxs bilə bilməzdi. Sıraladığı faktlar artıq elə bir həddə gəlib çatdı ki, mən inandım. Nə qədər də ictimaiyyət arasında olsam da, amma elə şeylər var ki, bunu heç kim bilmir. Bu mövzuda olan söhbətimizin bir neçə dəqiqəsindən sonra maraq adamı bürüyür və proqnoz istəyirsən. Çox soyuqqanlı onun proqnozlarını yadımda saxladım. Çox qısa müddətdən sonra baş tutmağa başladı. Sanki elə bir o qrupdur. Və dediyi proqnozlar addım baş tutdu. İçində pis olanları da var idi. Hansılar ki, doğrudan da baş tutdu və sanki bir xəbərdarlıq kimi oldu. Mən dərhal yığdım onun özünü. Dedim ki, belə bir məsələ var. Ona da bir əlac tapıldı və tövsiyələrini verdi. Çıxış yolunu axtaranda da belə necə baş verəcəyinə qədər dedi. Və inanın ki, o da olduğu kimi baş tutdu. Yəni, bu məndən üçün çox maraqlı gəldi və bu adi insan şuuru ölçüsü ilə ölçülmür. Bu cəhalət deyil. Bugün o cəhalət kimi qəbul etdirmək istəyənlər, təqdim etmək istəyənlər təəssüf ki, özləri də əslində cəhalətdə olduğunu hələ anlamırlar. Nəysə.